Ekranın övladınıza mənfi təsiri nədən ibarətdir, bilirsinizmi? Övladımın diqqət dağınıqlığı var dediyinizdə prefrontal korteksdə olan diqqəti tənzimləyən mərkəz duyğularını çox sərbəst şəkildə ifadə edə bilmir, sevgisini büruzə verə bilmir dediyiniz amigdala ilə bağlı və xüsusilə də onların heç bir şey həvəsi yoxdur dediyiniz motivasiya dövriyyəsini təşkil edən dopaminlə bağlı olduğunu sizin nəzərinizə çatdırmalıyam. Eyni zamanda uşaqların oyun asılılığı ilə bağlı baş verən dopamin partlayışı var ki, hər dəfə qalib gəldikdə növbəti bir mərhələyə keçməyə çalışırlar və bu onlarda əsəbilik, aqressivlik, gərginlik, eyni zamanda onlara maraqlı olmayan bir ətraf aləm kimi düşüncə yaradır. Bütün bunları daha əhatəli müzakirə etmək, sizi maraqlandıran suallara cavab tapmaq istəyirsə, 6 dekabrda keçiriləcək Kiçik Ekran Böyük Təsir workshopumuzda yolunuzu gözləyirəm.